yanımızda Azərbaycanın avtoblogeri. Fəxri Əsədov. Salam Fəxri bəy, necəsiz? Ümumi atmosfer necədir? Xoşunuza gəlirmi? Salam, yaxşıyam, çox sağ olun, siz necəsiz? Hər şey əladır, superdir. Bayaqdan izləyirik, maraqlı qollarda olub deyərdim. Çox sağ olun. İzninizlə sizə, izləyicilərə də maraqlı olan bir neçə sual səsləndirmək istəyirəm. Buyurun, eşidirəm. Sizcə meydançada qələbə üçün maksimal sürət daha önəmlidir, yoxsa doğru manevr? Nəzərə alsaq ki, hər komandada 4 nəfər iştirakçısı var. Düşünürəm ki, sürətdən öncə taktikadır və bu 4 nəfərin bir-birini başa düşməyidir. Bəli. Burada qapıcı yoxdur. Səhv etmək şansı tormozsuz sürmək kimidir. Sizcə bu futbolçulara bir pilot soyuqqanlığı lazımdırmı? Açığı desəm, mütləq şəkildə lazımdır. Çünki diqqətli olmasan hər an uduza bilərsən. Bəli, Fəxri bəy, çox sağ olun. Biz də mediamız adından sizə bol-bol uğurlar arzu edirik. İnşallah hər zaman şans baş tacınız olsun. Təşəkkür edirəm, çox sağ olun. Mən də sizə öz növbəmdə uğurlar arzu edirəm. Çox sağ olun. Sağ olun.